Bəli, hörmətli izləyicilərimiz, mən Vüsal Kəlbəzər bu günlərim yenə də Lerikin ən gözəl kətlərindən biri olan Qozaman müəllimlərindən birini sizlərə təqdim eləmək istəyirəm. Buyur müəllim, adınız, soyadınız? Bəhramxan Əsədov. Bəhramxan müəllim, hansı kəndin müəllim olmusunuz? Mən 1969-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər Universitetinin Fransız Dil fakültəsini qurtarıb, Şingədlan kənd orta məktəbində müəllim işləmişəm. Çox gözəl. Ondan sonra 8 il Nücü kənd orta məktəbində müəllim işləmişəm. Deməli, ailə vəziyyətimə görə mən öz doğma Kiravut kəndimə gəlmə fürsətim olmayıb. Ona görə məcbur olmuşam ki, başqa bir universitetə girim, ixtisasımı dəyişəm. Mən baxdım ki, ancaq bizim kətdə rus dili müəlliminə ehtiyac olub. Mən universitetə, yəni Rus Dili və Ədəbiyyat İnstitutuna sorğu yazmışam. Mənə qədər deməli ali təhsilli müəllimləri ikinci universitetə imtahansız ki, Bir sözlə ixtisas dəyişmə edib, Rus dili müəllimi kimi bu kəndə gəlmisiniz. Kəndə gəlmişəm. Kiravut məktəbinə. Bəli, Kiravut kəndinə Çox gözəl. gəlmişəm. Bu kətdə də müəyyən qədər işləyəndən sonra Boykəndil orta məktəbinə getmişəm və orada fransız və rus dili müəllimi kimi işləmişəm. Çox gözəl. İndi hal-hazırda neçə yaşınız var müəllim? Hal-hazırda 79 yaşım var. Ay maşallah. Bugün 2026-cı il 7 may tarixi 79 yaşınız var. Bəli. Və gələn 80 yaşınız olur. Elə 80 yaş münasibətilə 79 yaş münasibətilə sizi təbrik edirəm. Çox sağ olun. Biz bilirik, həm də siz gözəl atasınız, gözəl babasınız, gözəl valideynsiniz, gözəl kəndin ziyarlısısınız. Neçə övladınız var müəllim? Mənim 5 övladım var, 4 oğlum var, 1 qızım var. Çox gözəl. Övladlarınızın adları nədir? Övladlarımın adı Ceyhun, Bəli. Cahid, Eldəniz, Səhət, Firəngiz. Çox gözəl. Neçə nəvəniz var müəllim? Vallahi nəvələrimin sayı 20-yə yaxın nəvəm var. Allah sağ olsun. Nəticə varmı? Yox, hələ yoxdur. İnşallah. Allah o gün də qismət eləsin. Həyat yoldaşınızın adı nədir? Mənsura Zeynalova. Çox gözəl. Və biz sizə öz adımızdan can sağlığı arzu edirik. Çox sağ Və Çağdaş Təhsil komandasının rəhbəri mən Vüsal Kəlbəzər sizə uzun ömür, can sağlığı arzu edirəm. Təşəkkür edirəm, minnətdaram. Çox sağ Bax bu çəkilişə 10 il, 20 il sonra nəvə nəticəniz baxacaq. Onlara ürək sözü nə deyə bilərsiniz? Ürək sözlərim olacaq ki, çalışsınlar həyatda, namusla yaşasınlar, vicdanla yaşasınlar. Çox sağ ol. Böyüklərə hörmət eləsinlər. Öz valideynlərinin, yəni ata-babalarının həmişə yolunu davam eləsinlər. Mənim kiçik oğlum mənim öz yolumu davam edir. Hal-hazırda Bakıda 6 nömrəli liseydə fransız dili və ingilis dili müəllimi işləyir. Təşəkkürlər, minnətdaram. Çox sağ olun. Biz də sizə öz adımızdan sağ ol deyirik. Çox sağ olun. Təşəkkür edirəm sizə. Sağ olun.